Salam əziz müəllimlər, vaxtınız xeyir olsun. Bir digər dinamik fəaliyyətimizlə tanış olmağa başlayırıq. Bugünkü fəaliyyətimiz Clicker Survey adlanır. Clicker Survey necə bir fəaliyyətdir? Təsəvvür edin ki, bir auditoriyaya dərs keçirsiniz. Qarşınızda bir belə deyək də 150-200 şagird var, bəlkə də daha az və ya daha çox. Onlardan tək bir sualı soruşub, onlardan cavab seçməyini istəyirsiniz. Bir növ səs vermə kimidir, amma hazır cavab ola da bilər, olmaya da bilər. Yəni doğru cavabı verə də bilərsiniz və ya sadəcə səs vermə formatında ola bilər. Bu cür bir situasiyada sizin köməyinizə Clicker Survey çatır. Clicker Survey fəaliyyətini yaradırsınız və burada mövzunuza bir ad verməlisiniz. Təbii ki, bu kitabxanaya düşmədiyi üçün bunun gizli və ya açıq olmasını soruşan həmin sorğu boksu da burada yoxdur. Məsələn, mən mövzuma ad verərək deyim ki, ötən mövzunun dəyərləndirilməsi. Bunu bir əvvəl eləmişdim mən. Create Activity dedik və ilk öncə burada görürsünüzsə mövzunun adı düşdü. Onun həmən yanında arxa fon var. Arxa fon məsələsində biz bir arxa fon təyin eləyək bura. Məsələn, belə bir arxa fon götürdük. Ondan sonra isə sual verək. Məsələn, sual verə bilərəm ki, ötən mövzu yadınızda nə qədər qaldı? Ötən mövzumuz yadınızda nə qədər qaldı? Belə bir sual verə bilərəm. Sual işarəsi mən qoymayacağım, siz qoya bilərsiniz. Və burada təsvir bölməsində yaza bilərik ki, zəhmət olmasa səmimi cavablar verək. Belə bir şey də yazdıq. Və bunu da yazdıq. Bundan sonra aşağı hissədə necə yadınızda qaldı? Məsələn, heç nə qalmadı. Belə yaza bilərlər. Heç nə qalmadı. Yaza bilərlər ki, bir az yadımdadır. Yaza bilərlər ki, yaxşı yadımdadır. Ya da yaza bilərlər ki, hər şeyi xatırlayıram. Bu tabii ki sizin seçiminizdir. Siz bunu dəyişə bilərsiniz. Burada aşağı hissədə soruşur ki, sualın doğru cavabı var mı? Əgər bu sorğudsa tabii ki sualın doğru cavabı olmur. Amma sorğu deyilsə, yəni bir konkret sualdısa, burada mən bir səhv eləmişəm, onu da düzəldim. Bəli, konkret sualdısa, o zaman bu sorğu kimi istifadə olunur və doğru cavab yoxdur deyirsiniz. Əgər doğru cavab varsa bunu açırsınız və doğru cavab variantını buradan seçirsiniz ki, yəni doğru cavab budur. Yeni deyirəm, bunu bir suallıq sorğu kimi də istifadə edə bilərsiniz və ya bir suallıq test tapşırığı kimi də bütün auditoriya ilə paylaşa bilərsiniz. Yəni bu müəllimin öz səlahiyyətində olan bir məsələdir. Cavabların toplanma forması bu cür dairəvi diaqram şəklində də toplaya bilərsiniz bu şəkildə və ya bar chart formasında, yəni belə sütunlu diaqram şəklində də toplaya bilirsiniz bunları. Və bunların hamısını eləyəndən sonra save change dedik. Bunlar hazır və burada yuxarıda da save dedik və tapşırıq yadda saxlanıldı. Burada bunu görə bilərsiniz. Mən bunu host live eləyirəm. Təzə pəncərədə açıram təbii ki. Təzə pəncərədə açdıqdan sonra fəaliyyət məni bu şəkildə qarşılayır. Burada görürsünüz. Burada deyir ki, artıq istifadəçilər səs verməyiblər hələlik. Baxın, 0 votes var burada. Və cavab variantları bu şəkildə dairəvi və ya belə deyək də sütunlu diaqram şəklində görünə bilər. Cavab vermək üçün bu QR kodu hər kəslə paylaşa bilərsiniz auditoriyanızla. Məsələn, mən hal-hazırda həmin QR kodu özüm götürürəm fəaliyyətdə iştirak eləmək üçün. Mobildən daxil olub səs vermədə iştirak edəcəm və daxil olduq mobildən. Burada mən sualı və cavabları görə bilirəm. Məsələn, mən deyirəm ki, hər şeyi xatırlayıram, cavab verdim və mən artıq cavab verdiyim üçün təkrar cavab verə bilmərəm. Və bunun üçün də mən digər mobil qurğumdan, yəni ikinci bir mobil qurğudan daxil olub başqa bir cavab variantı da verməyə çalışacağım. Burada önəmli məsələ ondan ibarətdir ki, istifadəçilər eyni bir qurğudan bir dəfə istifadə edərək cavab verə bilirlər. Digər cavabları isə artıq sayılmır. Yəni, heç cavab verə bilmirlər. Ekran onlara o şəkildə görünmür. Məsələn, ikinci bir cavabımı verməzdən əvvəl QR kodu bağlayıram. Hal-hazırda burada durum belədir. Məsələn, pie chart formasında hər kəs bir cavabı verib. Məsələn, mən hər şeyi xatırlayıram cavabını vermirəm. Məsələn, heç nə qalmadı cavabını verirəm.
o zaman təbii olaraq diaqram dəyişir və bu diaqram həm müəllimin ekranında, həm də şagirdin ekranında dəyişilə bilir. Və burada önəmli məsələ ondan ibarətdir ki, çox effektivdir. Çünki auditoriyanızda 2 nəfər yox, adətən 200 nəfər olur və bu 200 nəfərdən gələn cavablar sizə dərsinizi qurmağa kömək eləyir və ya müzakirənizi formalaşdırmağa kömək eləyir və anlıq sorğu, anlıq nəticə və artıq geriyə qalan sizin inisiativinizdir ki, mövzunu və ya dərsi necə yönləndirmək istəyirsiniz. Bu fəaliyyət də belə idi. Ümid edirəm ki, faydalı bir video çarx oldu. Növbəti fəaliyyətlərimizdə görüşənə qədər deyirəm. Hələlik.